Yoldaşlar, indi isə gəlin demək ELK hissəsinə baxaq. Burada bizdə demək development hissəsi qurtarmışdı. Yəni ELK-nı qoşaq. ELK-nı qoşmaq üçün Elasticsearch, Logstash, Kibana-nı qoşmaq üçün ümumiyyətlə bu nə üçün istifadə olunur? Bizdə application loqları olur. Application loqları ola bilər. Eventlərin, yəni Kafka-nın loqları ola bilər və s. və s. Həmin o loqları centralize olaraq bir yerdə saxlamaq üçün istifadə olunur. Məqsədi bundan ibarətdir. Elastiki qoşmaq üçün birinci bizdə nə olmalıdır yoldaşlar? Həmin bunun demək bu nə edir? Elasticsearch sadəcə olaraq demək belə deyək, Logstash loqları kollekt etmək üçün istifadə olunur. Sırf loqları kollekt etmək. Elastic isə Logstash-in loqları atdığı bir database-dir və həmin Kibana vasitəsilə də həmin loqları vizual şəkildə Elasticdən götürüb oxuya bilirik yoldaşlar. Yəni üçün kombinasiyası 3 olmadan biraz çətin məsələdir bunu bizim eləməyimiz. Çünki Kibana bizdə UI-da rahat görməyimiz üçün bir imkan yaradır loqları. Logstash loqları kollekt eləmək üçün. Elastic isə həmin loqların save olunduğu bir database-dir. Bunları konfig eləmək üçün nə etməliyik yoldaşlar? Bizdə mütləq şəkildə 2 dənə fayl olmalıdır. Birinci Docker Compose faylı olmalıdır. Hansı ki, həmin bu Docker Compose faylının içində bizdə həmin bu, yəni bunu Visual Studio ilə açaq, rahat buradan görmək olsun. Hansı ki, Elasticsearch, Logstash, Kibana üçündə Docker Compose faylı var. Elastic üçün var ayrıca. Burada 9200 portunda volume set olunub. Logstash üçün ayrıca var burada və Kibana üçün ayrıca var burada. Kibana da Elastic'in hostuna bağlıdır burada. Elasticsearch 9200. Burada gördüyünüz kimi Elastic'in öz portu 9200'dir. Burada heap memory-ni filan vermişik yoldaşlar. Stack heap memory-nin konfigurasiyalarını vermişik. Security false vermişik ki, authentication tələb eləməsin. Hələ ki lazım deyil. Ondan sonra burada volume olaraq bir dənə volume yaratmışam. Elasticsearch ES data deyə hamısını o volume-a bağlamışam. Daha sonra burada bir dənə fərqli olan şey, burada volume var, Logstash-in volume-u. Logstash-in volume-u demişəm ki, bunun direct hazır ki, bu hansı compose faylı, hansı directory-nin içindədirsə, həmin directory-nin içində bir dənə Logstash conf deyə bir dənə fayl yaratmışam. Gördüyünüz kimi, həmin bu Logstash conf-u map eləmişəm user share-in altında, Logstash-in altında, pipeline-in altındakı Logstash conf-a. Bu nə edir yoldaşlar? Həmin bu conf faylının içinə mənim bu Logstash conf faylım var. Bu konfigi yazacaq. Bu konfigin əgər içinə baxsaq biz, burada belə güclü bir şey yoxdur. Sadə bir şeydir. Input olaraq TCP portundan 5000 portu vasitəsilə demək JSON import edirəm yoldaşlar. Bu nə edir? Bizim Logstash 5000 portunda işlədiyinə görə həmin application-dan, bizim Spring Boot application-dan 5000 portuna loqlar gəlib düşəcək JSON formatında. Bu application loqlardır. Burada input hissəsində əlavə olaraq Kafka var yoldaşlar. Bu Kafka eventləri bura şey eləyir. Bizdə order, created order, confirmed order, delivered deyə yalnızca topiklər var idi. Həmin topiklərdən eventləri prosto Logstash götürür, yəni kollekt eləyir. Output olaraqsa Elasticsearch-u vermişəm ki, həmin bu loqlar Elasticsearch-a gedəcək. Burada Elastic-in hostu var. Elasticsearch 9200 və indeks olaraq da belə bir indeks yaratmışam ki, bu indeks altında getsin. Burada da date time now-nu qoymuşam, cari tarixi. Burada belə güclü bir şey yoxdur.
Bunu eləyəndən sonra yoldaşlar biz nə etməliyik? Biz gəlib öz proyektimizdə, məsələn mən delivery servisi elədim nümunə kimi. Delivery servisdə həmin bu konfiqurasiyaları eləmək lazımdır. Demək konfiqurasiyanın nədən ibarət olacaq? Birincisi resource'un altında logback Spring XML faylı yaradırıq. Logback Spring XML faylın məqsədi bizdə loqumuzu, loginqimizi customizasiya eləmək üçündür. Əgər bu faylı XML faylını yaratmasaq, biz Spring Application run eləyəndə Spring Boot Application özünün loqlamanı default olaraq özünə aparma şəkli var. Məsələn, siz bunu silsəz ki, Springdə default olaraq bu olmur onsuz da. Yəni Spring App run eləyəndə orada görərsiniz ki, logging başqa cürdür. Yəni başqa cürdür deyəndə normal logging gedir konsolda aşağıda belə. Amma siz bu Logback Spring XML faylını əlavə eləyərək öz custom logging formatınızı qurursunuz yoldaşlar. Məsələn deyirəm də, tutaq ki, mən bunu silsəm əgər və app run eləsəm, app run eləyəndə beləsinə loqlar çıxacaq. Açılsın bir dənə. Beləsinə info, nə bilim nə, beləsinə bu yaşıl rəngdə, bu bənövşəyi rəngdə. Yəni Spring-in özü default olaraq özünü formada aparır. Amma mən deyirəm ki, elə yox, belə aparsın. Bu nə deməkdir ki, məqsəd mənim Spring Boot Application loqlarını logstash-ə yazmağım üçün istifadə olunur. Onun üçün nə edirəm? Buradan configuration altında bir dənə Spring Property var. Bu gedir application YAML-dan Spring Application Name keyini götürür. Burada Spring Application Name keyini götürür. Burada. Götürəndən sonra onu service name adı altında export edir. Daha sonra nə edirəm? Localhost 5000-ə, yəni logstash-ə həmin bu loqları yazıram. Loqların yazılma formatında da timestamp-dan, log level-dən, mesajdan, logger name-dən, thread name-dən istifadə edirəm. Thread name-i silə də bilərsiniz. Prinsipi şey deyil, lazım deyil, kritik deyil. Daha sonra pattern olaraq servisin içindəki burada service name-i vermişəm. Daha sonra appender hissəsində std.out-da bu da bizim outputumuzdur, logumuzun outputudur. Pattern olaraq nə etmişəm yoldaşlar? Pattern olaraq burada cari tarixi vermişəm, thread-i vermişəm, logun level-ni vermişəm. Daha sonra mesajı vermişəm yoldaşlar. Belə yəni bu standart konfiqurasiyadır və run eləyəndə görərsiniz ki, artıq log belə yox. Açılsın. Bu formada belə bir şey olur. Yəni biraz dəyişdi. İndi app run olandan sonra yoldaşlar nə olmalıdır? Bu gedir avtomatik olaraq logback Spring işə düşürdü ya. Gedir localhost 5000 portuna sizin application loqları write eləməyə çalışır. Logstash də 5000 portundadır deyə biz baxmalıyıq ki, Docker'də bizim ELK-mız normaldırmı? Burada əgər Docker'in içini açsaz, ELK yazsaz əgər, bura gəlib düşəcək, yəni run olacaq. Bunun da nəyin sayəsində run olur yoldaşlar? Bu çox sadədir. Yəni biz gəlib burada Docker Compose faylını yaratdıq. Docker Compose faylını yaradandan sonra bunu run eləmək lazımdır. Run eləmək üçün də sadəcə olaraq Docker Compose app thread eləsəz background-lu işləyəcək. Belə eləsəz real time görə bilərsiniz loqları. Mən D-dən istifadə edirəm. Əgər sizdə Dockerimizdə həmin bu 3 dənə image yoxdursa, Kibana, Logstash, Elasticsearch, gedib onları birinci pull eləyir Docker Hub-dan. Pull eləyəndən sonra gedib run eləyəcək. Yox, varsa onsuz da sizdə birbaşa yox, gedib run eləyəcək. Run eləyəndə də burada görərsiniz ki, yaşıldır. Üçü də yaşıl olmalıdır bunların bu arada, yoxsa işləməyəcək. Elastic 92.00-dadır. Üstə klik edərsəz belə bir şey görərsiniz. Bu açılırsa demək Elastic normal şəkildə işləyir. Daha sonra Logstash-in şeyi var. Bu açmayacaq böyük ehtimalla. Yəni çünki prosto kollekt eləməklə məşğuldur. Bu UI yoxdur. Bizə burada lazım olan yoldaşlar əsas bu Kibana-dır. 5601. Bunun üstə klik eləyəndə
Belə bir page açılacaq, boş bir page açılacaq sizə. Ə, Buradan dashboard hissəsinə girəsiniz yoldaşlar. Dashboard hissəsinə klik edəndə burada create dashboard-a basasınız. Onu necə eləyə bilərik? Bir dənə buradan sileyim, göstərəcəm indi sizə. Bu sizdə olmayacaq. Bu sizdə olmayacaq. Manage eləyək. Beləncəsinə bir dənə şey asılacaq yoldaşlar sizə. Orada 2 banaya girəndə orada bir dənə düymə var. Onu basanda belə bir şey eləyəcək. View, təzə view yarat. İstədiyiniz bir ad verə bilərsiniz. Mən test view vermişəm. Index pattern olaraq yoldaşlar. Burada Spring Boot, daha doğrusu bu proyektin içində, burada proyektin içi deyirəm şeydə. Burada Logstash Conf'un içində biz bir dənə burada şey yaratmışdıq. Burada indeks yaratmışdıq. Bax. Mənim bu indeks gəlib düşür hara? Gəlib düşür bura. Cari tarixi verir. Siz bu indeksin adına uyğun olaraq burada bir dənə indeks pattern verərək şey yarada bilərsiniz. Məsələn, tutaq ki, ağzımıza gələn bir şey versə bu işləməyəcək. Bunun adından başlamalıdır. Məsələn, microservices yazması və uyğun gəlir deyə oktu deyir. Uyğun gəlir indeks pattern olaraq bunu veririk. Verəndən sonra başqa bir şeyə ehtiyac yoxdur. Save eləyəsiniz. Save eləyəndən sonra burada bir dənə ana səhifəyə gələndən sonra burada Discover hissəsi var. Discover-a basasınız. Sizin view-vuz burada gələcək yoldaşlar. De buradan. View-vuz gələcək burada. Gələndən sonra heç nə. Yəni application burada şeylər loqlarını normal şəkildə görə bilərsiniz. İndeksi görsənir, timestamp, message. Accept encoding. Bu nəyin loqudur? Bir dənə baxaq. Dokument. Gəlin son 1 dəqiqəyə baxaq. 1 dəqiqədə loq yoxdur. Yəni onun üçün əpi təzədən run eləyək ki, Logstash log collect eləyib 2 bana da göstərə bilsin. Normal database-imə qoşulur və s. Yəni refresh eləyək. Refresh eləyəndə gəldi yoldaşlar bura. Baxsaq əgər burada index var, ID var. Bizə burada əsas lazım olan message-dir. Message-i burada görə bilirik. Timestamp-dir. Servisin adıdır. Message keyword-dür və s. bunları görə bilirik. Yəni bunu eləsəz yoldaşlar, bu normal şəkildə işləyəcək. Əlavə bir konfigurasiya eləməyə ehtiyac yoxdur. Konfigurasiya eləmək üçün, yəni bu olsun sizdə Spring Application Name mütləq şəkildə olmalıdır. Mütləq şəkildə olmalıdır. Başqa bir şey eləmişəmmi? Başqa bir şey prinsipi eləməmişəm. İndi məsələn biz nə edə bilərik? Eyni şeyi order servis üçün edə bilərik. Buradan eyni bu logback springi kopyalayıram. Gəlirəm bura. Testi silirəm. Biz test yazmamışıq. Ona görə bu yalandan clean build vaxtımızı alır. Burada Kafka Docker Compose var. Bizə lazım deyil bu. Resource'un altına Pramoy logback spring atıram. Atandan sonra buradan da yenə application YAML-ın içindən Spring Application Name onsuz da vermişəm. Localhost 5000 olacaq. Eyni şəkildə neynirəm? Heç bir dəyişiklik yox. Bu tamamilə dinamik yazılıb yoldaşlar. İndi mən neyniyəcəm? Mən buradan bu app'imi run eləyəcəm mən. Run eləyəndə görək başımıza nə iş gələcək. Mən lokalda Postgres-i qaldırmışam mı? Bir dənə baxım ona. Okey, bağlanmamışam. Amma o bir servisdən gəl elə bunu götürək. Mən AWS-də qaldırmışdım, onu keçəcəyik. Prosto lokal şey kimi fikirləşin siz onu. Postgres kimi fikirləşin. Gəlin bir dənə burada database-imi də yaradım. Siz lokalla işləyəsiniz yoldaşlar. Yəni sizlik burada nəsə yoxdur. Bunu tamamilə özüm üçün edirəm.
Order. Adını nə qoymuşdum? Adını qoymuşdum order. Bildiyim qədərilə. Okey. Yaradıram bunu yoldaşlar. Yaradandan sonra sən yaratsın, hələ create olur. Yüngülvari nəsə gecikdi. Order. Vəsə, yaratdıq. İndi gəlirəm, run edirəm. Bu da gedib blok stash əlavə edəcək. Amma ki, mən burada error verir. Çünki Logstash-ın, okey, ən vaciblərdən biri Logstash-ın dependency idi yoldaşlar. Burada bizdə Logstash-ın dependency mütləq şəkildə əlavə eləməliyəm. Yoxsa işləməyəcək. Demək, delivery servisdən, okey, kopyaladım, gəlirəm order servisdə. Build Gradle-a bunu əlavə edirəm. Yoxsa dediyim kimi işləməyəcək. Delivery servisdə bu arada lazımsız şeylər var burada. Bir də actuator əlavə edək. Hər ehtimala actuator əlavə edək. Delivery servisdə bu micrometer tracing bunlar lazım deyil. Okay. Order servisi təzədən run edirəm. Daha doğrusu delivery-ni indi orderdə təzədən run edirəm. Normal run olmalıdır. Görürsünüz ki, normal run olur. Bomba kimi işlədi. İndi gəlirəm Kibana yoldaşlar. Kibanadan refresh atıram bir dənə. Burada servis hissəsində gördüyünüz kimi 2 dənə servis var. Servisə görə siz şey eləyə bilirsiniz. Məsələn, mən burada şey verə bilirəm ki, servis neyimə görə var, servis burada balaca. Servis qoşa nöqtə adını deyirəm ki, delivery service. Bu ancaq delivery servisin loqlarını göstərəcək. Yox, order servis desəm, ancaq gördüyünüz kimi order servisin loqlarını göstərəcək. Burada ancaq order servisin loqlarıdır. Bunu belə böyütsəm. Burada message var, servis var və s. və s. Burada da ancaq order servis və bütün siz bu formada bütün servislərinizi ELK-ya qoşa bilərsiniz yoldaşlar. Mən eləməyəcəm, çünki əsas bizdə demək olar ki, order servisdir. Orada notification sözünü səhv yazmışıq. Neyse. Order servisi qoşduq, delivery servisi qoşduq. Restoran servis lazım deyil, menü servis lazım deyil. Əsas yəni burada məqsəd hamısını ELK-ya qoşmaq yox. Əsas ELK-nın necə qoşulmasıdır. Əsas 2 dənə servisə qoşduq, yəni standartdır. Hamısında Logstash-ın dependency-ni əlavə eləyəsiniz. Əlavə eləyəndən sonra Logback Spring əlavə eləyəsiniz. Və üçüncü olaraq da Docker Compose və Logstash conf faylını əlavə edib run eləyəsiniz və app run eləyəndə normal şəkildə belə Kibanada bütün loqları görəsiniz. ELK haqqında prinsipi bu qədər. İndi isə yoldaşlar, keçək nəyə? İndi isə gəlin mən sizə göstərim ki, Prometheus'la Grafana necə lokalda konfig eləmək olar. Ondan sonra da prosesimizə davam edək.